Aprelin 25'inde Bakıda ve Abşeronda hava değişken bulutlu olacak, tutulacak. Esasen yağıntısız keçəcək, lakin şəhər ətrafı ərazilərdə qısa müddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şimal-qərb küləyi axşama doğru gözlənəcək. Temperatur gecə 8-12, gündüz 15-18 dərəcə isti, atmosfer təzyiqi isə 768 mm civə sütunu olacaq. Sabah Naxçıvan ərazisində yağıntı ehtimalı yoxdur. Temperatur 9-15 dərəcə isti olacaq. Azərbaycan əksər rayonlarında sabah yağıntı gözlənilmir, lakin Dağətəyi və Dağlıq rayonlarda arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə qısa müddətli intensiv olacaq, şimşək çağacaq, dolu düşəcək. Yüksək dağlıq ərazilərdə qar yağacaq. Duman olacaq, mülayim qərb küləyi gecə və səhər güclənəcək. Temperatur gecə 8-11, gündüz 19-24 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.